Gənclərin bir çoxu doğulduğu yerdən çıxıb getmək, çıxıb gedənlər isə qayıtmaq istəyir. Bəs nədir onları əvvəlcə doğmalarından ayrı salan, sonra isə onları maqnit kimi özünə geri çəkən? Təbii ki, iqtisadi-siyasi səbəbləri istisna eləyirəm, bizim işimiz psixolojidir. Səbəb insanların həm azad hiss etməyə, həm də aid hiss etməyə ehtiyac duymasıdır. Bu iki hissin balanslı təmin olunması çox önəmlidir. Amma cəmiyyətimizdə birlik əsasdır. Birlikdə sevgi var, birlikdə dəstək var, güc var, sahiblənmək var. Tanış üzlər, tanış səslər, tanış hisslər insana özünü güvəndə hiss etdirir. Lakin bəzən şəxsi sərhədlərə təkliyə və fərqliliyə yer olmur. Onlar kimi yeməli, onlar kimi baxmalı, onlar kimi eşitməli, hətta onlar kimi düşünməlisən kimi bir baskı ola bilir. Onların elə bir ayrılmaz parçası olursan ki, və səslər o qədər yüksəlir ki, o qarışıqlıq içində öz iç səsini eşitməməyə başlayırsan. Və elə hallarda sadəcə özün olmağa, kiminsə bacısı, kiminsə qardaşı, oğlu, qohumu, qonşusu yox, özün olaraq kim olduğunu tapmağa ehtiyac duyursan. Öz gözünlə görmək, öz qulağınla eşitmək, kimliyini ortaya qoyaraq sərhədlərini kəşf etmək istəyirsən. Və sənə tək çıxış yolu qaçıb uzaqlaşmaq kimi gəlir. Qaçıb zamanla özünü tapa bilirsən. Lakin bir boşluq hissi yaranmağa başlayır. Çünki azad olmaq qədər aid hiss etməyə də ehtiyacın olduğunu gözdən qaçırırsan. Başda səni sıxan yaxınlıq və çoxluq indi səni özünə geri çəkir. Bütün bunların fərqinə vardıqca ailəndən asılı olmadan bağlı ola bilməyin, birlikdən kənarda yox, onun içində də özün kimi ola bilməyin, həm öz düşüncələrinə, hisslərinə, həm də yaxınlarının hisslərinə və düşüncələrinə önəm verməyin, yəni həyatla uzlaşmağın bir yolunu tapmağa başlayırsan. Bugün sizə aid olmaq və azad olmaq ehtiyaclarından danışdım. Unutmamalıyıq ki, sağlam şəkildə biz ola bilmək üçün sağlam şəkildə mən ola bilməliyik. Bir münasibətdə hər bir şəxsin hissləri, fikirləri, düşüncələri, sərhədləri, ehtiyacları önəmlidir və hər bir şəxs dəyərli hiss edərsə, özünü azad və bütün hiss edərsə, o münasibəti bütün hesab etmək olar. Bu bir şey gördünüzsə, demək ki, artıq paylaşımın sonuna gəldik. Əgər bu cür paylaşımlar sizə maraqlıdırsa, izləmədə qalın. Fikirləriniz və şərhləriniz maraqlıdır. Buyurun, rəylərdə görüşək. Sağ olun.